Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ve barak ala abdihi ve rasulihi Muhammed ve ala alihi ve sahbihi ecma'in. Əmmə ba'd. Bir məsələni qeyd etmək istəyirəm və bu məsələ çox mühümdür. Heç bir kəsə icazəli deyil ki, elmdə təzə bir söz çıxartsın. Diqqətlə qulaq asın. Heç bir kəsə icazəli deyil ki, elmdə təzə bir söz çıxartsın. Mütləq dediyin hər bir sözün sələfi olmalıdır. Dediyin hər bir sözün sələfi olmalıdır. Yəni, səndən qabaq kimsə o sözü deməlidir. Aydındır? Ona görə alimlər deyir ki, kim elmdə bir söz çıxartsa, ixtira etsə və ondan qabaq o sözü heç kim deməsə, daxildir muhdəsətlərə. Muhdəsət, yəni yeniliklərə. Şeyxülislam İbn Teymiyyə rahiməhullah buyurur ki, hər kim elmdə bir söz desə və o sözü ondan qabaq heç kim deməsə, daxildir Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisinin altına. Buxarı və Müslim rivayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Mən əhdəsə fi əmrinə həzə mə leysə minhu fəhuvə raddun. Kim bizim dinimizə bir şey əlavə etsə, kim bir şey əlavə, yəni təzə bir iş çıxartsa və o bizim dinimizdən olmasa, fəhuvə raddun deyir Peyğəmbər sallallahu aleyhi və səlləm. O rədd olunur. İbn Teymiyyə rahiməhullah buyurur ki, həmçinin bir insan elmdə bir söz desə və o sözü ondan qabaq heç kim deməsə, yəni bu çıxardım da sözü. Yəni ilk deyən, yəni bu sözü ilk deyən budur. Belə olsa, daxildir deyir Peyğəmbər sallallahu aleyhi və səlləm hədisinə. Yəni muhdəsətül umur, yəni o söz yeniliklərdəndir və rədd olmalıdır. Aydındır? Və bu çox mühümdür. Ona görə İmam Əhməd rahiməhullah buyurur ki, hər hansı bir məsələdə, yəni dini məsələlər var. Məsələdə elə bir söz demə ki, sənin imamın olmasın. Yəni özündən qabaq onu kimsə demiş olmasın. Aydındır? Yəni mütləq hər hansı bir məsələdən danışırsansa, yəni İmam Əhməd rahiməhullah demək istəyir ki, mütləq hər hansı bir məsələdən danışırsansa, mütləq sənin imamın olmalıdır. İmamın o mənada ki, yəni səndən qabaq kimsə onu, yəni o sözü deməlidir səndən qabaq kimsə. Və bu məsələ çox ciddidir. Və görürsən, çox təəssüflər olsun, günümüzdə belə insanlar var. Onlar Allahın dinindən danışırlar. Misal üçün, adı deyim, Elşad Miri. Və Elşad Miri bu mövzuda həddi aşanlardandır. Və vallahi halı çox təhlükəli və zəlalətdir. Yəni bu görsənir ki, zəlalətdir halı. Yəni uçurumdur. Nəyə görə? Çünki Allahın dinindən danışır. Nəinki Elşad Miri? Ümumiyyətlə, yəni bu kimi insanlar çoxdur, yəni filosoflar. Yəni din adı altında danışanlar. Bu kimi insanlar çoxdur və onun mislində olan insanlar. Görürsən, danışır Allahın dinindən. Məsələdir, açıb və danışır. Dindir. İslam dini. İslam dininin hər hansı bir sahəsində olan məsələ. Və görürsən, elə əcaib sözlər deyir ki, elə qəribə sözlər deyir, bu elmdir. Elə sözlər deyir ki, o sözü ondan qabaq heç kim deməyib. Birinci deyən odur. Xüsusən də Allahın kəlamı haqqında. Nə mənada? Yəni, Quran-ı Kərimdə olan ayələr haqqında, təfsir. Allah təbaraka və teala ayə, Allahın kəlamı. Allah subhanahu və teala buyurur və görürsən, izah verir. Yəni, ayəni izah edir sənə. Mövzu açıb. Və o izahı, ayə haqqında o sözü ondan qabaq heç kim deməyib. Əslən, yəni birinci bu sözü deyən bu oldu. Yəni sənin fəlsəfəndir. Yəni sənin öz batil məntiqindir. Aydındır? Və ya Quran-ı Kərimdə ayə yox, hər hansı bir dini məsələ. Görsə insan da oturur, yəni məşhurdur, tanınır və istifadə edir. Yəni tanınmasından Allahın dinindən bir mövzu açır və danışır. Subhanallah, vallahi məsələ təhlükəlidir, yəni ciddidir.
Allahın dinindən hər hansı bir məsələdən elə sözlər deyir ki, o sözü ondan qabaq heç kim deməyib. Yəni bu zəlalətdir qardaş. Yəni bunu başa düşmək üçün elm əhli olmaq lazım deyil. Yəni bir sözü ki, səndən qabaq deməyib heç kim. Rədd olunur. Ona görə İbn Teymiyyə rahimehullah çox dəqiq deyib. Kim bir söz desə elmdə və o sözü ondan qabaq heç kim demiş olmasa, daxildir Peyğəmbər sallallahu əleyhi və səlləm hədisinə. Mən əhdəsə fi əmrin. Yəni muhdəsətül umur. Yeniliklərə daxildir. Yəni sən çıxartmısan bu yenilik və rədd olunur bu. Aydındır? Və belə, yəni insan yəni Allahdan qorxmalıdır. Yəni sən dini bilən sən deyilsən tək. Yəni alimlər olub, yəni bizim sələflərimiz var, onlar danışıblar. Yəni kiminsə təfsirinə, kiminsə izahlarına, kiminsə məntiqinə, kiminsə fəlsəfəsinə bizim dinimizin ehtiyacı yoxdur. Alimlər olub, danışıblar. Belə bir məsələ yoxdur ki, danışılmasın. Kiminsə nəsə ixtira eləməsinə ehtiyac yoxdur, ehtiyac qalmır. Hər kəsən öz ixtiyarını, öz məntiqini, öz fəlsəfəsini özündə saxlamalıdır. Ona görə bu məsələ ciddidir və istədim qeyd edəm. Vallahi mühümdür və əksi təhlükə, zəlalətdir. Yəni insan belə olanda arxası açılır. Yəni dalı gəlir. Görürsən Allahın dinindən artıq oturur Allahın dinindən öz istədiyi kimi danışır. Öz fəlsəfəsi, öz məntiqi, öz izahı. Ona görə Allah yəni qorusun hamımızı bu zəlalətdən və Allah təbaraka və təala istəyirəm ki, baxanlar üçün faydalı etsin. Və sallallahu və səlləm və barak alə abdihi və rasulihi Muhammed.